gördüğünüz bu ərazi Nizami rayon ərazisidir. Nizami rayon 8-ci kilometrin bazarı. Həmin bu istiqamətdən avtomobillə gəlirəm. Burada heç bir nişan yoxdur parklama haqqında. Və burada da heç bir nişan yoxdur. Yerdə də yer xətti yoxdur. Haradakı parklama işarəsi olmalıdır ki, yer xətti olmalıdır. Xətt cızınlanmalıdır ki, bilməlidir ki, bura parklanmalıdır. Burada heç bir işarə yoxdur. Nə yolun bu istiqamətində, nə bu istiqamətində. Və biz gəlib avtomobili burada saxlamışıq. Avtomobili burada saxlamışam. Heç bir nişan yoxdur. Bir balaca, birazdan sonra aşkar edirəm, Asparkingin əməkdaşı. Ki, gəlib mənə burada cərimə yazır. Mən buna sual verirəm ki, sən nəyə görə cərimə yazsan? Deyir, bura parkingin ərazisidir. Nişan hanı? Nişanı gizlədiblər ağacın arxasında. Deyir, baba, bu qardaş baba dayanıb burada. Dayanıb cəmaata burada, mən şikayət edirəm. Cəmaata burada baba yazırlar, Asparklama. Parklamanı gətiriblər, qoyublar. Ağacın arxasında gizlədiblər baba belə. Buranı kim gəlib görür? Buradan necə biz həmin o istiqamətdən buranı görmək olur? Yəni bizim gözümüz nə olmalıdır? Biz binokl ilə gəzməliyik. Nə etməliyik bu Asparkingin əlindən? Baxın, ağacın arxasında gizlənmiş bir nişandır. Bu qədər millətin cibinə, haqqına girmək olmaz axı. Siz pul qazanmaqdan ötəri milləti didərginiz alacaqsınız axırda bu ölkədə. Belə haqsızlıq olar. Bu cür vətəndaşa qarşı belə yanaşma olar. Harda görsənib bu? Harda belə biclik eləmək olar? Hansı dövlətdə, hansı sivil ölkədə belə bir biclik edib cəmaatın cibinə girərlər? Bu harda var? Harda yazılıb? Nə nişan var, nə bir. Bir dənə bunu gətiriblər, qoyublar bura və salam. Sonra da gəlirlər 20 manat başlayırlar cərimələrə. Mən həmin o gördüyüm, həmin o istiqamətdən, döndüyüm yerdən hardan bilməliyim ki, bura Asparkingin ərazisidir? Bunu necə görmək olar? Bunu işarəni necə görmək olar? Oradan necə görək bu işarəni biz? Buradan mən hərəkət edib, bura gəlib dönüb avtomobili saxlayıram. Mənə sübut eləsinlər ki, burada Asparkingin ərazisidir, xəttəmə var, nişan var, mən onu görməmişim. Mən bəyəm avtomobili saxlayıb, sonra gedib nişana baxmalıyam. Bu harda? Buradan o nişanı necə görmək olar? Mən deyiləm sizsiz. Bu ərazidən, orada dəyək görsətdiyim yerdə nişanı necə görə bilərsiniz? Necə nişan görünə bilər buradan?